Salam uşaqlar, necəsiz? Bugün mən tətil vlogu 5 və son tətil vlogu videomu çəkirəm. Çünki mən bugün Bakıya qayıdıram. Həqiqətən Bakı üçün darıxmışdım. Həm darıxmışdım, həm də ki getmək istəmirəm. Niyə? Çünki keçib burada dincəlirdim. Deməli vloqlarımı izləməmisinizsə keçib səhifəmdən mütləq izləyin. Hamısı bir-birindən maraqlıdır. Batıma getdim, Tiflisdə oldum. Tiflisdə gəzməli yerləri gördüm, gəzməli görməli yerləri. Qəşəng restoranlarda milli mətbəxlər yoxladım. Marnolda oldum. Orada kənddə uşaqlarla əyləncəli vaxt keçirdik. Yəni belə hər şeyi çəkdim, paylaşdım. Sizə də məsləhət bilirəm ki, yəni gedib baxasınız. Bugün də tətil vlogu 5, yəni sonuncu vlogumu çəkirəm. Bugün Bakıya gedirəm. Tiflis Azərbaycanın, yəni Gürcistan Azərbaycan olan yeni açılan qatarla qayıdıram. Bugün onu da sizə göstərəcəm necə bir şey olduğunu. Saçlarım barədə necə də bəyəndiniz. Çox sağ olun. Deməli, əslində tətil barədə fikirlərimi bölüşmək istəyirəm. Çox maraqlı keçdi, çox qəşəng keçdi. Bir-birindən maraqlı söhbətlər, bir-birindən maraqlı yerlər gördüm. Əyləndik, yedik, güldük, hamısını sizlərlə bölüşdüm. Ümid edirəm ki, videom sizə xoş olmuşdu. Mən də çəkməkdən zövq aldım, tətildən çox zövq aldım. Çünki bu il həqiqətən çox yorulmuşdum. Və tətil deyib tətil eşidirdim. Ağır gəlib çıxa bildim. Ümid edirəm başqa ölkələrdə gələn il inşallah başqa ölkələr planlaşdırırım. İnşallah ki olar. Bugün heç nə bəyəm. İndi qatarımız 22:55-də çıxmalıdır. Biz gedib oradan minəcəyik. Sənsə indi daimi gözləyirik ki, bizə aparıb yola salsın. O gəlsin, həmən an minib gedirik. Belə. İnşallah yol boyda sizə qatarın içini falan göstərəcəm. Necədir, necə deyil deyə. İnşallah xoşuna gələr. Bu arada bura gəldim və hədsiz dərəcədə çox səpdim. Bilmirəm niyə. Həqiqətən, yəni durduğum an bir gördüm pıt. Nə olub? Yəni, baxın. Yəqin ki, düşünürəm ki, bu qədər şokolad olsa, sizə səpərsiz. Mən biraz şokolada sonradan aleykem olma başladı. Çox yedim, çox səpdim, bilməm niyə. Neysə, görək başımıza nəyə gəlir. Burada yol üçün rahat bir şeylər geyinməyə çalışdım. Üstündən jaket də götürmüşəm. Çünki qatardan gələn bir tanışımız var idi və o bizə dedi ki, qatar çox soyuq olur. Avtobus da çox soyuq idi. Desəm, avtobusda jaketi əlimdən çıxartmırdım o dərəcə. Kondisionerin altı çox soğuk olur. Ona görə də geyinəcəm o üstümdən. Çantam falan belə elə. İndi gedirsə kərimi göstərim. Gəl. Bu arada bu da bizim yüklərimizdir, baxın. Bu mənim çantamdır. Bu evdəkilərdir, nənəmgilin falan çantasıdır. Bakıya aparacaqları əşyalar falan filan. Bu da mənim tapçıqalarımda baxmayayım, görəyin. Bu da mənim. Bakıya yolcusu qalmasın. Dostlar, biz gedirik. Dostlar, qatar yerinə növbəmizi gözləyirik. Pasport falan yoxlayacaqlar. Evet, Sultanlar bu bizi deyək ki, Sultanlar getinin mamanı. Biz 15-ci vaqon, 14-cü vaqon yoxlayırlar. Bilmirəm. İlk dəfə də qatara minəcəyini nəsə keçirmirsən? Bilmirəm. İlk dəfə bilmirəm, çünki nəsə keçirmirəm. Bəli, baxacaq. Danslar, mindik. Sərdə qoyacaq. Özümüz şəhərdə tutacağımızı. Özümüz mən də iddia deyəm, özümüz deyək, aşağısı. Deməli uşaqlar, oturduğumuz yer necədir? Baxın, bu oturacaq qaldıranda yüklərinizi qoya bilərsiniz rahatlıqla. Sonra burada masanız var, istəsəniz yığa bilərsiniz. Sonra burada LED işıqlar var, yandırıb söndürə bilərsiniz. Zaret taxmaq üçün yerimiz də var.
2 mərtəbəlidir. Bu köhnə qatardır. Köhnə qatar almağına baxmayaraq təzədir. Bu yəni burada çıxıb düşməyi var. Qaldırırsınız, salarsınız ikinci mərtəbəyə qalxmaq üçün. Sonra məsələn mən qaldı bura, nənəm gəlin qaldı adını. Burada özlərinin belə deyim. Geyindiniz? Yox, geyinmədik. Hə, ağ çıxalar olur belə. İçində qoyun göstərim. Baxın, diş fırçası var. Sonra əldə və ırıqda oturduğumuz yerdə hər birinizə aid sularınız var. Bu qədər. Belə. Burada içidir. Belə. Hər belə deyim, kupedə hər insanlar yatır belə. Biz harası dayanmışıq, anlayın. Azərbaycan yoxdur. Gəldilər. Uşaqlar, mənim qaldığım yer isə buradır. İndi burada olan ailə getdi pasportunu yoxlatdırmaq. Mən yoxlatdırdım. İşıq da çox gözəldir. Otağım da belədir. Uşaqlar çəkələyim də var, çəp-çəpim. Uşaqlar, qatarımız yola düşdü. Axşam ışıqlar söndürdülər. Kupələrdə ışıq var ama istediğiniz zaman yanları söndürebilirik. Şurada. Dostlar, indi yatmaq vaxtıdır. Görürsünüz. İkinci mərtəbədə yatırıq. Nənənin evində aşağı. Kimdir? Vlog çəkirəm. Burada ışığım var, istədiyim vaxt söndürüb yandıra bilirəm. Qoy görüntüsü belədir. Gəlir bilmirəm, amma saat indi 6-nın yarısıdır və bilet saatına görə biz 1 saata Bakıda olmalıyıq. Həm video çəkə bilim deyə, həm də ki yola baxım deyə biraz tez yorulmuşam. Səsim nə qədər gəlir bilmirəm. Keç mikrofonla da açsaydım, amma mikrofonum otaqda qalıb. İnşallah 1 saatda Bakıda 28 may sensəsini saxlayacaq. Bu da deyiciləridir dostlar. Artıq Bakıya çatdıq. Yarım saat sonra düşəcəyik. İnşallah. Dostlar, artıq Bakıdayım. Tətilim bitti. Amma qatarı bəyəndik. Dəmiryol işçilərinə özünə çox minnətdar, təşəkkür edirik. Rahat şəkildə gəldik. Evimizə çox sağ olsunlar. Çox qəşəng yolculuq keçdi. Hər birə təşəkkür edirik buradan. Yəni bu qatar, köhnə qatar olmana baxmayaraq içi çox gözəl idi. İndi köhnə bələdcə təzəni heç düşünə bilmirəm. Çox qəşəng, rahat idi. Hər şey səliqəli, yerli-yerinə tərtəmiz idi.
Uşaqlar artıq saçma başıma artıq öz evimizə gəlib çatdıq. Çox şükürlər olsun. Bayaq girdik. Demək o evdə çox dəyişiklik var. Mən olmayanda mənim kargolarım falan gəlib birlikdə açarıq onları. Videomu burada sonlandıram artıq. Çünki artıq sonunda evdəyim. Deməli videomu bəyəndinizsə kanalıma abunə olub like atmağı, fikrinizi yorumlarda yazmağı unutmayın. Tiflis-Bakı qatarını necə tapdınız? Çox əla idi. Gələn videolarda, vloglarda görüşmək ümidi ilə. Bye bye.